Bir gün Allah'ın elçisi sallallahu aleyhi ve sellem sahabelerle oturmuştu. Doğrusu bir toplumun imanına heyran kaldım diye buyurur. Sizce kimdir bunlar? İnsanlardan bir toplumun imanına heyran kaldım diye buyurur. Sahabeler matmaatlar kalırlar. Resulullah bir toplumun imanına heyran kalır. Düşünürler ki o toplumun imanı daha güçlüdür ve soruşurlar. Bunlar meleklerdir mi? Resulullah yok onlar değil. Melekler Allah Teala'nın özüne yakın ettiği bir məxluqdur. Ona itaat edirlər, üstün etmirlər və əmr olunanları yerinə yetirirlər. Allah yanında onların xüsusi məqamı var. Sahabelerden bəziləri elə isə peyğəmbərlər və elçilərdir. Resulullah yox, onlar da değil. Allah Teala onları risaləti, peyğəmbərlik missiyası üçün seçib. Onlara vəhiy göndərib. Soruşurlar. Bəs onda kimdir ey Allahın Resulü? Yoxsa bizik? Çünki biz səninlə rastlaşmışıq. Resulullah xeyr. Siz mənim sahabələrimsiniz. Məni görmüsünüz, sizin aranızdayım. Bəs kimdir ey Allahın Resulü? Buyurur. Bu toplumun imanı heyran qaldım. Ümmətimdən olan bu toplum mənə iman gətirəcək. Halbuki mənə heç vaxt görməyiblər.